Sosial şəbəkələrdə viral olmuş bu kremi mən də yoxlamaq istədim. Rossmanndan əldə etmişəm, Issanna markasındandır. Bunu yerli blogerlər çox tərifləyir, qoxusunu və shimmerli olduğunu. Bu krem parıldayan kremdir. Adi krem deyil. Həm dərini nəmləndirməlidir, həm gözəl qoxusu olmalıdır, həm də dəriyə parlaq effekt verir, highlighter effektini verir. Gəlin yoxlayaq. Mən artıq görürəm ki, içində kiçik zəllər var, qızıl rəngdə. Baxın, deyəsən çox tətbiq elədim. Qoxusu şirindir. Normaldır, pis deyil, amma belə wow bir şey deyil. Yəni zövqdən asılıdır. Amma bunun qoxusunu çox tərifləyirlər. Mən bunu alanda tərəddüd edirdim. Mənə kassada dedilər ki, alın, çünki sonra olmayacaq. TikTokda bunu çox tərifləyirlər. O qədər də çox parıldamır. İşıqda baxanda bilinir. Mən bunu ayrıca spışka ilə də çəkəcəm. Baxın qızlar, spışkasız belə effekt verir. Bu isə spışka ilə olan effektdir. Belə zəllər daha aydın bilinir. Dərini yaxşı nəmləndirir və qoxusu kifayət qədər güclüdür. Qoxusu krem üçün kifayət qədər qalıcıdır. Ən azı 3 saat qalır. Amma mən qoxusunu o qədər də çox bəyənmədim. Çünki plastik notları var. Belə zövqdən asılı dediyim kimi şirin və çiçəkli qoxuları sevənlər bəyənəcək. Siz bu kremi artıq yoxlamısınız, yoxsa yox? Rəylərdə mütləq yazın, bu qoxunu bəyənirsiniz, yoxsa yox? Və əlbəttə ki, mənə abunə olmağı unutmayın. Daha çox maraqlı viral məhsulları sizə göstərəcəm.